Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 3 saylı xüsusi təyinatlı xidmətində çalışan bir qrup sürücü Mədətov Anar Mədətoğlu, Qəhrəmanov Zaur Ağbaloğlu, Vəliyev Xanoğlu Aslanoğlu və digər əməkdaşlar ezamiyə və əlavə əmək haqqı ödənişlərinin verilməməsinə narazılıq edirlər. Sürücülərin sözlərinə görə illərdir müxtəlif bölgələrə ezam olunmalarına baxmayaraq ezamiyə xərcləri onlara ödənilmir. Bayram günləri, qeyri-iş günləri, ağır hava şəraiti və fövqəladə hallar zamanı görülən əlavə iş saatlarının da əmək haqqı sistemində əksi tapmaması şikayətçilərin narazılığını daha da artırıb. Şikayətçilər bildirirlər ki, yüksəkliyə qalxma və təhlükəli şəraitdə işləmələrinə görə əmək qanunvericiliyinə əsasən 2 qat əmək haqqı almaları nəzərdə tutulduğu halda həmin ödənişlər tətbiq edilmir. Onların iddiasına görə xidmət maşınlarının bir çox xərclərini yanacaq, cari təmir və digər texniki ehtiyaclarını da öz vəsaitləri hesabına qarşılayırlar. Məlumatlara görə adı çəkilən sürücülərin hər biri Vətən müharibəsi iştirakçısı və müharibə veterandır. Onlar öz əmək haqqları ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini, lakin nəticə əldə edə bilmədiklərini bildirirlər. Qeyd edək ki, mövzuda adı çəkilən qurum və şəxslər mövqeyini dərc etməyə hazırıq. Mövzunu onlardan dinləyək. Dilbər Vüqarqızı, Bölgə TV. 2005-ci ildən Azərbaycan Avtomobil Yollarının Dövlət Agentliyinin 3 saylı xüsusi təyinatında sürücü işləyirəm. Xüsusi təyinatda da sürücü işləyib, əvvəlki vaxtlarımızdan, əvvəlki yaxşı vaxtlar idi. İndiki vaxtlardan, Azadəli Əzadəliyev gələndən 2016-dan bugünkü günə kimi 2025-ci ildə qutarıcı, müharibədə də olduq. Orada bütün hərbi hissələrin, ondan sonra verilən bizə əmrlərin hamısını yerinə yetirdik. Bütün fəxri fərmanlarımız, təşəkkürnamələrimiz olduğu kimi. Gələndən nə müharibə vaxtında bizi düzgün əmək haqlarımız, ezamiyyət xərclərimiz hesablanmadı, nə də ki, bugünkü gündə. Mahmudov Məzahir var, 3 saylı xüsusi təyinatının avtomobil yollarına. Konkret bu adam bizim əmək haqqımızı və ezamiyyət xərclərimizi düzgün hesablanmır hamısındayıq. Nə də deyirik ki, şikayət edirik, buna ki, bizi düzgün hesablanmır, deyir, get dərlüzü, kimə deyirsiniz, düyün budur. Halbuki Nazirlər Kabinetinin 2008-ci il yanvar ayının 25-də 14-cü maddə ilə onda rayonlar 60 manat, 65 manat idi, Bakı şəhəri 90 manat. İndi 125 manat Bakı şəhəridir. Bakı şəhərinin ətrafında olan Xırdalan, Abşeron rayonudur, ondan sonra Naxçıvan şəhəridir, Sumqayıt şəhəridir. Bunlardadır, işləyirik, yenə də ona bizə günə 4 manat 50 qəpik pul verir. Bu hansı qanuna sığır, korrupsiya, rüşvət baş alıb gedir. Xahiş edirik ki, bizdə bu köməkliyi göstərməyində yardımcı olasınız və işıqlandırırsın dövlət orqanlarından xahiş edirik ki, bizləri bu işimizə ciddi